Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, değerli Müslümanlar, biz artıq 22-ci dərsdəyik, elhamdülillah. Zad Akademiyasının əqidə dərsliyində. Bugünkü mövzumuz 4-cü fəslin 5-ci mövzusu, sonuncu mövzusu və həm də bu birinci semestrə aid birinci cildin sonuncu mövzusudur. Bu mövzu bitincə növbəti 3 dərsdə bu mövzu bitəcək inşallah. Bununla da həmən birinci semestrin cildini qurtarmış oluruq 24 dərsdə inşallah. Və hər zamanki kimi imtahanlı olacaq. Yəni bu semestr olacaq bu imtahanlar. Hər 24 dərsdən bir, hər bu cild bitəndən sonra imtahan olacaq, test imtahanı inşallah. Deməli, bugünkü mövzumuz nədir? Həmən 5-ci mövzu, 4-cü fəslin Allah Taala'nın varlığına, mövcud olmasına, mövcudluğuna dair şəriətin xaricindən olan dəlillər. Yəni şəriət dəlillər deyil, şəriətdən başqa, şəriətdə olmayan dəlillər. Mövzu budur. Deməli, Uca Allahın varlığına dair şəriətdən olmayan dəlillər. Bunlar da üçdür. Yəni fitrət, əql, hiss. Yəni burada verilən üçdür. Yoxsa başqa dəlillər də var. Bunlar yəni nəticədə bir çoxsu həmən bu 3 dənəsindən birinə bağlanır. 3 dənəsindən birinə bağlanır. Amma yəni dəlillər çoxdur əslində. Burada verilən sadəcə 3 yəni fitrət dəlillər, fitri dəlillər gələcək. Əqli dəlillər, ağılla bağlı, yəni ağılın dərk etdiyi, fitrətin dərk etdiyi, sonra ağlın dərk etdiyi, bir də hissi dəlillər. Hissi nədir? Yəni gözlə zahirən müşahidə edə biləcəyimiz, hiss edə biləcəyimiz dəlillərdir. Ki, ən birinci şübhəsiz sırayla fitri dəlillər gələcək. Mövzuya keçmədən əvvəl ara-sıra bu mövzu gəlməmiş, bu mövzuya biz toxunurduq. Niyə görə? Əslində şeyximiz demişkən, yəni müsəlmanlara, yəni etiqadlı şəkildə idrak edərək Allahın izni ilə bu mövzu bəlkə də gələr, yəni ehtiyac olmayan bir mövzu gələr. Çünki hər bir müsəlman Allahın varlığına iman gətirir. İman gətirməsə Allaha ibadət etməsi və s. mümkün olan şey deyil. Amma bu son dönemin, yəni son 50 ilin, 100 ilin həmən o deyirlər texnologiyalar və s. dırnaq arası materializm və s. güya ki elm adı altında bu şeylər yayıldığı üçün insanlarda bu ateizm deyilən dinsizlik, ümumiyyətlə Allahın varlığına inanmayan, Allahın varlığını inkar edən bu cür batil etiqadlar, batil fikirlər yayılmışdı deyə bu mövzu yəni çox gündəmdədir, aktualdır, necə deyərlər ki, özəlliklə əvvəl hər zaman vurguladığım, özəlliklə ənənəvi. Çünki bizim müsəlmanların yəni dərk edən şəkildə, yəni idrak etdiyi şəkildə İslamı qəbul edən müsəlmanlar övladları çoxsu ənənəvi müsəlmanlar olub gedib. Ənənəvi. Yəni sadəcə ata-ana müsəlman, mən də müsəlman, namaz qılır, mən də qılır, qızdırsa anam başını bağlayır, mən də başını bağlayıram. Halbuki baş bağlamaq kifayət deyil, şəri hicab sayılmır o. Bəzi şeyxlər dediyi kimi bugünkü qadının geyindiyi hicaba ehtiyacı var. Yəni çünki o hicab deyil. Yəni hər nə ənənəvi müsəlman olub gediblər. Ona görə kökündə də nə olur? Həmən etiqad, rububiyyət tövhidi, üluhiyyət tövhidi, hamısının təməlində boşluqlar var. Hər təməl varsa, yenə də varsa da boşluqlar var. Ona görə bu boşluqları doldurmaq üçün. Çünki dediyim kimi ara sıra bir görürsən böyüyəndən sonra artıq nə Allahın varlığına inanırlar, nə cənnət, cəhənnəmin varlığına inanırlar və s. Halbuki bu birdən-birə sonra üzə çıxır. Deməli təməl doğru deyil. Ona görə bu mövzuya çox böyük bir ehtiyac var. Həm müsəlmanın kafirlərlə etdiyi dəvət əsnasında buna çox ehtiyac var. Şəriətdən kənar dəlillər var. Çünki kafirlər, yəni özünü İslama belə nisbət etməyən, ümumiyyətlə yəni Allahın varlığını inkar edən şübhəsiz İslama nisbət edə bilməz özün. Yəni onlar sən nə qədər ayədən, hədisdən dəlil gətirsən, onlar bir şey ki kökündən ona inanmırlar. Ona görə bu mövzuda keçəcək. Onların qəbul edə biləcəyi həmin fitrətdir, hər insanda var, əqildir, ağıl, hissiyatdır və s. Bunlarla onlara bunu isbat eləmək lazımdır ki, bunun yolları çoxdur. Və şeyximiz Əbdülmeyci dediyi kimi, əslində ən təsirli dəlil, yəni hansısa bir ateistə biz
ağılla və yaxud fitrətlə və yaxud hər hansı bir şəriətin xaricində bir şeylə Allahın varlığını isbat edə bilir isə, o demək deyil ki, o dəlil Qurandan, şəri naslardan daha güclü dəlildir. Yox, sadəcə onun anlayacağı tərzdə danışırıq və bütün deyəcəyimiz dəlillərin özləri də elə Quranda var. Sadəcə biz onlara nə deyirik? Demirik ki, filan surə, filan ayədə Allah Subhanahu taala buyurur ki, yerə və göyə baxmırsınızsa, baxmırsınızmı? Hə? Və yaxud yer, yəni dünyada iki ilah olsaydı, yer, yəni birdən çox ilah olsaydı, yer fitnə fəsada, yəni həmin o fitnə fəsada bürünərdi. Yəni fitnə fəsad olardı yer üzündə. Deməli nədir? Tək ilahdır. Hər şey idarə edən, hər şey intizamlı davam eləyir əsrlər boyu. Bu nədir? Bunlar hamısı Quranda var əslində. Sadəcə qarşı tərəfə biz onu Quran ayəsi kimi deyil, onun mənası olaraq əqli, fitri və yaxud hissi və ya digər dəlillər olub gətiririk. Yoxsa əslində Qurani-Kərimdən yəni daha təsirli vəlilləhil-hüccətül bəliğə ayədə keçdiyi kimi ən bəlağətli, ən təsirli dəlil hüccət Allaha məxsusdur. Yəni ondan güclü hüccət yoxdur. Sadəcə hər kəsin öz anladığı, özünün qəbul etdiyi tərzdə isbat olunur. Deməli, biz mövzunu çox uzatmadan, bu dərs qısadır, əslində burada bəzi qeydlər çoxdur. İnşallah ki, çatdırarıq. Mətin özü qısadır, dərsin mövzusu genişdir. Deməli, ən birinci burada başlığı oxuyaq. Alt başlıq. Ateist və digər, mulhid, ərəbcə mulhid deyilir, ilhad. Yəni, ilhad nədir? Biz keçmişik haqdan batılə meyl etmək, yayınmaq və s. Amma mulhid dedikdə ən çox ateistlər nəzərdə tutulur. Ümumiyyətlə, heç bir din qəbul etməyən, xristiyanlığı belə, yahudiliyi heç bir din qəbul etməyən və Allahın varlığını inkar edən belə kafirlər nəzərdə tutulur. Biz ona görə ateist olaraq tərcümə etdik. Ateist və digər qeyri-möminlərlə, mömin olmayan, kafir olanlarla söhbət əsnasında onlara şəriətin xitabı ilə müraciət etməyin, yəni sənin müraciət etməyin münasib deyildir. Çünki şəriəti qəbul etmirlər. Niyə? Çünki onların cavabı bunu qəbul etməmələri olacaq. Yəni deyəcəklər ki, biz sənin şəriətini, Allah qorusun, Quranı, sünnəni, yəni gətirdiyin bütün şəri nəslar ki var, şəriətin xitab etdiyi naslar ki var, ayə, hədis, onları deyəcəyik, sadəcə biz qəbul etmirik, ona görə də, sənə görə də artıq qəbul etmədiyi yerdən dəlil gətirmək, bu vaxt itkisidir, heç bir təsiri yoxdur. Ona görə nədir? Bu cür mövzunu bağlaya bilirlər ki, qəbul etmirlər və s. Bu səbəbdən Uca Allahın mövcudluğuna dair mütləq şəriətdən olmayan, mütləq belə olmalıdır. Mütləq şəriətdən olmayan dəlillər qeyd olunmalıdır. Yəni mütləq hansı dəlillər qeyd olunmalıdır? Şəriətdən olmayan. Şəriətin xaricində dəlillər o cür insanlara qeyd olunmalı, zikr olunmalıdır. Onlar isə həmin o şəriətin xaricində olan, şəriətdən olmayan dəlillər aşağıdakilərdən ibarətdir və şəriətdən olmayan, yəni əqli dəlil şəriətdən deyil mənasına gəlməz. O da şəriətdəndir. Yəni şəriət dedikdə Quran-Kərim ayələri, hədislər, naslar nəzərdə tutulur. Yəni kafirlərin qəbul etmədiyi həmin o şəriət, İslam şəriəti nəzərdə tutulur ki, o şəri nasların xaricində, o mətnlərdən, ayə, hədisdən deyil, başqa, yəni həmin o fitrət, ağıl və hissdən dəlillər gətirilir. Bunlar nədir? Fitrətin dəlilləri 3 yerə bölünür. Həmin o 3 dərsdə bunu keçəcəyik. Fitrətin dəlilləri, əqlin, yəni ağlın dəlilləri və hissin dəlilləri. Hissin dəlilləri. Ondan başqa bu birinci nədir? Oxuyaq. Həmən zikr olunan ardıcılıqla Uca Allahın mövcud olmasına dair fitrətin dəlilləri. Ən birinci burada fitrətin dəlillərini başlayacağıq. Ona keçməzdən əvvəl digər dəlilləri zikr edeyim, sadəcə işarət olaraq. Məsələn, yaratmaq dəlili. Nədir? Allahın hər şeyi yaratmasına, ondan sonra itqan deyilən, yəni hər şey mükəmməl şəkildə mutqin, yəni mükəmməl şəkildə yaratmasına, yəni hər şey dəqiqliyində, yəni insan özünə belə baxsın, bizim Allah qorusunda əlimiz çiynimizdən çıxmasaydı, nə bilim, böyrümüzdən çıxsaydı, əlimiz yerə dəyərdi, məsələn. Yəni hər şey elə, yəni göz, qulaq, yəni insan elə özünə baxsın ki, ayələrdə keçdiyi kimi sizin özünüzdə belə nədir? Ayələr var, Allahın varlığına, vəhdaniyyətinə, təkliyinə dəlillər var. Yəni hər şey, yəni elə bir şey yoxdur ki,
Kimse desin ki bu mesela filan şey burada yok, burada olsaydı daha mükemmel olardı, yok. Hamısı en mükemmel şekilde, yani ondan başka bir biraz değişikliği olsa mütle insanın bütün yani necə deyim, yaşayışı pozlar, yani her şey narahatçılıq olar, yani rahat olmasın. İnsanı belə Allah her bir şeyi güzel yarattığı kimi insanı belə, yani insan fikircə ayağı, gözü, qaşı, nə bilim her şeyi mükemmel şekilde yapmıştır. Bu mükemmellik de ister insan, kainat, yani güneş hemşe oradan çıkır, orada batır. Mesela ulduzların şeyi var, yerin üzü, suyu, su necə gəlir, torpağa, ne bileyim yağış yağması. Yani bütün yarattığı güneşte, ayda hamısında ayələr var ki bunlar da hemen o burada ne fitri ne ekli, ki ekle ona biraz hissiyatla bağlı da olabilir bunların bağlantısı. Ondan sonra təxsis deyilən bir dəlil vardı. Bu yaxşı itqan idi. Yəni mükəmməl şəkildə təxsis, yəni hər bir şey yerli yerində xüsusi olaraq, hər bir şeyə xas olaraq, ki bu mükəmməlliyə də daxildir. Əslində sadəcə dediyim kimi bölgüdə simiclik yoxdur. Bəzi alimlər bunu daha bir çox qismə ayırırlar. Halbuki bu buna, o da ona daxil ola bilər, aid. Xas nə mənada? Məsələn, insanın bədənində olan suyu belə misal gətirirlər ki, qulaqdakı olan su məsələn acıdır. Ən birinci həm insanın tarazlığını saxlayır. Bəzi insanlarda orada nəsə arteriyası olanda insan tarazlığını belə itirə bilir, düz yeriyə bilmir. Ondan sonra onun görürsünüz məsələn acı, dadı da acı, iyi də yəni kəskin, pis iyi var. O nə üçün məsələn həşəratlar girməsin qulağına. Məsəl üçün. E, Göz yaşı məsələn duzludur. Niyə insan şaxtada, yəni şaxtalı bir havada məsələn ağlasa, gözü sulanır məsələn soyuqdan, küləkdən gözü sulanır. Nə olar? O donar. O gözünə ziyan olar, donar. Amma gözün yaşı, göz suyu duzludur məsələn, duzlu su donmur. Məsələn, yəni ağzın suyu məsələn şirindir. Görürsən bədəndə olan sudur. Şirin o duzlu olsaydı biz yeməyə duz katmaya ehtiyac olmazdı. Ehtiyac olmasından başqa yəni dadı ala bilməzdik və s. Yəni hamısı yerli yerində xüsusi olaraq heç biri orada acının yerinə şirin, şirinin yerinə nə bilim duzlu və s. yox. Hamısı yerli yerində. Ona görə bunu yəni kafirlər belə hətta Allahın varlığına inanmayan kafirlər belə bunu düzdür. Onu Allahın yaratmasına aid etmirlər. Ay təbiətə, ay nə bilim harasa aid edirlər. Amma insanın yaradılışını, ümumiyyətlə dünyanın, kainatın yaradılışının mükəmməl şəkildə olmasını qəbul edirlər. Sadəcə indi Allah yox, deyirlər qeyri, nə bilim, adi bir qüvvə, kimsə təbiət, kimsə nə deyir ki, bunu Allahdan başqa yaratmayıb heç kim. Onun da başqa bir düzgün belə, məntiqi belə, əgər ağılla danışsa, məntiqi bir cavabı yoxdur. Deməli bu e, yəni bu cür bəzi dəlillər var ki, hamısı bir-birinə bağlıdır, təxsis deyir. Yəni hər şey qədərində, miqdarına görə. Ondan sonra burada dəlillərdən biri, o da hissiyyata bağlamaq olar onu. Peyğəmbərlərin möcüzələri. Bütün peyğəmbərlərdə olan möcüzələr ki var, onlar birbaşa nədir? Allahın varlığına dəlildir. Hətta bəzi alimlər deyir, peyğəmbərlərin özəlliklə məsələn son peyğəmbərin sallallahu əleyhi və səlləm peyğəmbərliyini qəbul etməyi, o da Allahın varlığına şübhəsiz dəlildir. Çünki onu kim göndərib? Allah. Onların dininin zəfər çalması, qələbə çalması və s. bunlar hamısı birbaşa Allahın varlığına dəlillərdir, şəriətin mükəmməlliyi və s. İndi mətnin üzərindən əsas gedək. Uca Allahın mövcud olmasına dair fitrətin dəlilləri. Birinci, yəni bu nədir? Birinci, üç dəlildən fitri, əqli və hissi birincisidir. Belə ki, doğrudan da hər bir məxluq əvvəlcədən heç düşünmək və öyrənmək olmadan qabaq yaradana iman gətirmək fitrəti üzərinə yaradılmışdır. Yəni fitri dəlil nədir? Deyirsən ki, bu fitrətdəndir. Allahın varlığına inanmaq fitrətdəndir. Fitrətdən o deməkdir ki, bunu hər bir insan təbii olaraq öz-özlüyündə, onun təbiətində budur. Bunu qəbul edir. Heç bir əvvəlcədən təhsili olmasa, kimsə onu başa salmasa, heç bir şey öyrənməsə, bu haqda hətta düşünməsə və s. fitri olaraq, necə ki insan yəni nədir? Od yanır, onun isti olduğunu məsələn dərk eləyir. Və yaxud yəni qarın soyuq olması və s. Yəni fitri, bunlar hamısı bu indi hissiyyatla bağlıdır. Yəni bunlar hamısı nədir? Düşünməyə və yaxud nəsə öyrənməyə ehtiyacı olmadan insanın nədir? Bildiyi şeylərdir.
iki şey mesela indi bu məntiq elmində var. İki şey birden çoktur mesela. Ha? İki ise yani birden çoktur. Bunu herkes bilir mesela. Bunu mesela uşaq belə bilir. Uşağa belə bir 100 dolar versən bir kağız, aha, versən ya da əksinə deyil, bir dolar versən bir kağız. Əvəzində əlindəki o 100 dolların nə olduğunu bilmir, amma görür ki, 200 dənə, 2 dənə 100'lü idisə bu, elə bilir ki, bu 2 dənə çoxdur. Hə, düzdür? Əksinə daha misal gətirdim mən. 2 dənə 1 dollarlıq versən, desən ki, gəl sənə 2 kağız verirəm, o 100 dolları mənə ver, o bir kağız. Onun miqdarını bilməyən insan bilir ki, 2 daha çoxdur, verməz. 2 daha çoxdur. İndi o ürəyi açıq uşaqlar və s. o başqa bir şey. Sadəcə verirsən deyə o da verməlidir, başqa bir şey. Amma sırf bu say baxımından bilir ki, bu 2 dənə kağızdır, o isə bir dənə kağızdır. Halbuki o bir dənə 100 dollar, o 2 dənə 1 dollardan daha dəyərlidir. Düzdür? Yenə də o 2 olduğuna görə nədir? 2'ni alıb biri verər. Yəni, biri alıb yəni kaçtırdım mən. 2'ni alıb biri alıb biri verib ikisini alar. Yəni istəyər ki 2 dənə olsun. İstəyər ki 2 dənə olsun. Çünki 2 birdən çoxdur. Hə, deməli bunu ona göre nedir? Hiçbir şey öğrenmeden, düşünmeden, öğrenmeden qabaq hamısı nedir? Bütün insanlar, məxluqatlar yaradan iman gətirmək fitrəti üzerine yaradılmışlar. Ve bu fitretin tələblərindən yalnız onun yani o insanın qəlbini bundan yayındıran, bu fitretten yayındıran bir şeyler peyda olduqda yayınar. Yani insan onun qəlbini bu fitretten yayındıran, yani belə deyək, xaricdən bir təsir olsa, xaricdən bir təsir olmasa insan, məxluq bu fitrət üzərədir ki, onu yaradan var, onu yaradan xaliq var. Amma bu, onun qəlbini bu fitrətdən yayındıran bir şey olanda xaricdən bir təsir olar. Dediyimiz o, Allah qorusun, kafir bir ailədə böyülər, o getdiyi məktəbdə insan meymundan əmələ gəlibsə, gedib o özür öyrənər və yaxud hər nə, xaricdən bir təsir olandan sonra artıq bu fitrətin nə olar, pozular, o fitrətdən yayılmış olar. Yoxsa xaricdən təsir olmadan, ki son cümləmiz buna aid olacaq, təsir olmadan insan elə fitrət üzərə qalır. Hətta buna dair kafirlərin belə, yəni dərs keçən görsən psixoloqların və yaxud indi universitetdə oxuyanlar bilir məsələn, ya psixologiya dərsləri, fəlsəfə dərsləri olur. Məsələn, onlar belə gətirdiyi misallarda nə gətirirlər? Məsələn, cəngəllikdə, məsələn, o vaxt cünglələr olan yer, cəngəllər olan yerdə uşaqlar çox vaxt nə olur? İtir gedir. Hə? İtir gedir, yəni heyvan vəhşi hücum eləyir. Nə olur? Uşaq qalır, cəngəllikdə orada böyüyür. Yəni orada görüb götürür. Yəni onun fitrətinə təsir olan bir şey olmadan görürsünüz ki, o yenə də diz çöküb, yəni inandığı, onu yaradan bir Allaha dua eləyir. Allaha dua eləyir və s. Yəni nədir? Fitrət üzərə qalır. Təsir ona olmadan fitrət üzərə qalır. Mütləq üzün göyə tutur, özü çox vaxt əllərin göyə tutur, üzün göyə tutur. İnsan neyinir? Dua eləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Buna dair dəlil. Hər bir yeni doğulan körpə fitrət üzərə doğulur. Hər bir. Sonra isə valideynləri, sonra artıq bu fitrət üzrə doğulur. Sonra isə valideynləri onu ya həmən uşağı ya yahudiləşdirir, yahudi edir, ya xristiyanlaşdırır və ya məcusiləşdirir və yaxud başqa bir din ilə yəni o dinə mənsub edir onu. Bunu bu hədisi, yəni Buxari və Müslim ixrac etmiştir. Yəni fitrət üzərə burada nədir? Fitrət üzərə, İslam üzərə. Fitrət üzərə doğulmuşdur. Çünki başqa rivayətlər var. Millət üzrə, başqa rivayətlər var. Bu millət üzrə açıq-aşkar. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem həmin bu hədislərin digər rivayətlərində rivayət olduğuna görə deyir, bu millət üzrə, yəni hər bir yeni doğulan körpə bu millət üzrə yaradılır, doğulur. Sonra valideynləri onu hədisin sonu eynidir. Yəni bu millət nədir? İslam dinini nəzərdə tutur. Yəni İslam üzərə din. Ona göre fikir verin hadiste bu burada değildiği kimi veya müselmanlaştırır dememiştir. Veya müselmanlaştırır dememiştir. Bu iki de son söylemiş. Bəli, yəni Resulullah sallallahu aleyhi ve sellem bu hadiste dememiştir ki fitret üzere doğulur. Bunun özü elə fitretin İslamın fitret olduğunu olduğuna dəlildir. Çünkü deyilseydi ki veya müselmanlaştırır sanki fitret üzere doğulur. Fitret başka bir şey. Sonra valideynləri onu müselmanlaştırır. Yani deməli başka bir halı. Bu İslam değil, sonra İslam'a
İslamlaşdırırlar, müsəlmanlaşdırırlar. Yox. Ona görə hədisdə bu cür deyilməmişdi ki, sonra onu müsəlmanlaşdırır və ya müsəlmanlaşdırır. Yox. Hər bir yeni doğulan elə müsəlman olaraq doğulur, bu din üzərə doğulur. Sonra valideynlər onlar onun əgər İslama müxalif bir başqa bir dindədirsə, həmin o dinə şey eləyir. Və bəzi dərslərdə demişik, burada fayda olaraq qısa xatırladım. Burada valideynlər zikr olunur. Bu hədis biz üsulda da, fiqh üsulunda da keçmişik. Qalibən deyilən bir şey yəni. Ən çox istifadə olunan bir şey. Necə ki, ayədə var, zövcələrinizdən olan, evinizdə böyüyən qızlıqlarınız. Məsələn, evlənməsi haram olan şey, yəni zövcədən olan qızlar evinizdə olan. Bu evinizdə olan sözü qalibən, yəni çox vaxt insan qadınla evlənəndə, əgər uşağı varsa, o uşaq onun evində böyüyür. Çox vaxt, amma başqasının evində, atasının evində də böyüyə bilər və yaxud böyüyüb artıq öz evində ola bilər və s. O sadəcə qalibən, yəni əksəriyyətə görə o hal zikr olunur. Yoxsa o şərt qeyd deyil ki, evinizdə böyüməyənlərlə evlənmək olar. Burada da həmçinin bu şərt deyil, yəni valideynlər. Bunu valideyndən başqa adam var, valideynsiz böyür yetim. Heç valideyn deyil bəlkə. Adam var, valideyni müsəlmandır, müsəlmanlaşdırmaq deyəcək, müsəlman olmasını istəyir, amma insan gedir pis insanlarla, yaxud həmən valideynin Allah hidayət versə öz əlləri ilə kafirlərə verdiyi övladdır, gedir orada məktəbdirmi, hardadır, nə bağçadırmı, hardasa küçədimi, başlı başsız orada pozulur. O mühitdə olan, mühit özü, mühitin ətrafında olan insanlar və s. Yəni onu ya yahudiləşdirir və yaxud başqa bir İslam dinindən müxalif bir dinə salır. Yəni valideyn şərt deyil. Sonra və deməli və ya müsəlmanlaşdırır deməmişdir. Niyə? Çünki fitrət üzrə müsəlmandır. Fitrət üzrə. İnsan müsəlmanlaşmır. Fitrət olaraq doğulandan sonra doğulduğu andan müsəlmandır. Çünki o fitrəti ilə müsəlmandır. Həmən yerində olan körpə. Fitrəti ilə tövhidi iqrar edəndir. Yəni fitrəti artıq tövhidi iqrar edir. Qəbul edir. Allah Subhanahu wa Ta'ala belə buyurub. Sən bir hənif kimi üzünü dinə tərəf çevir. Hənif nə olduğunu bilirəm. Allahın insanlara xəlq etdiyi şuurlu, yəni bu cür yazılmışdır. Allahın insanlara xəlq etdiyi şuurlu məxluq kimi verdiyi fitrət budur. Yəni Allahın insanları o üzərində yaratdığı fitrət budur. Hansı fitrət üzərə yaratmışdırsa Allah insanları, bax, o həmən o hənif dində həmən odur. O dinə üzünü çevir. Allahın yarattığı fitrət, yəni insanı o, yəni burada sadəcə necə? Allahın insanlara xəlq etdiyi şuurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. Bu Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Burada iki təfsir var. Bəlkə daha çox var. Əsas vurğulamaq istədiyimiz iki təfsir var. Biri odur ki, Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Mənası nədir? Yəni dəyişdirməyin. Bu nəhidir. Fiqh üsulunda biz keçdiyimiz mərhələdə deyəsə onu keçməmişik. Yadıma gəlmir. Amma nədir? Nəhin növlərinə, biz əmirin növlərini, siğələrini keçmişlər, deyiliş tərzlərini. Bir də nəhin növləri var idi. Onlardan biri xəbər vermək. Yəni ayədə xəbər verilir və yaxud hədisdə belə xəbər verilir bir şey, nəhy olunmur. Yəni deyilmir ki, baxın, Allahın yaratdığını dəyişdirməyin deyilmir. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Bu bir xəbərdir. Allah Subhanahu Teala bunu xəbər verir, amma bu nəhy mənasını daşıyan bir xəbərdir. Bu cür ayələr və hədislər çoxdur. Bir şeylər haqqında xəbər verilir. Amma məqsəd nədir? Bu şey olmaz, olmur, yəni etməyin mənasında, nəhy mənasındadır. Yəni mənalarından biri budur. Allahın yarattığını dəyişdirməyin. Allahın yarattığını dəyişdirməyin. İkinci mənalardan biri, ikinci odur ki, yəni Allah onların hamısını, insanları fitrətdə İslam üzərə eyni etmişdir. Yəni fitrət olaraq hamısını, bütün insanlar. Çünki orada nədir? Həmən Allahın insanlara xəlq etdiyi şuurlu məxluq kimi verdiyi fitrət budur. Yəni bütün insanlar, kafiri də, müsəlmanı da, yəni hamısı övladları, yeni doğulan övladlar hamısı bu fitrətdə eynidir. İnsanların fitrətində eynidir və bu fitrət dəyişdilə bilməz. Fitrət eynidir.
doğulan vaxtı körpə. Amma sonra həmin hədisdə keçdiyi kimi artıq onu sonra valideynlər mi başqaları mı artıq dəyişdirir. Sonra bəzi insan burada xətala şey barədə şeyxlərimiz fitrət haqqında yanlış anlayışı izah edirlər. Bəziləri fitrət deyəndə fitrət nədir? Fitrət dediyimiz kimi İslam dinidir. Fitrət tövhiddir, İslam dinidir. Fitrət deyiləndə bu nəzərə tutulur. Allah bütün insanları, məxluqatı bu fitrət üzərə yaratmışdır. Amma bəzi insanlar fitrəti necə izah edir? Bu yanlış izahlardandır, anlayışdır. Yəni fitrət deyir, insanın o dini qəbul etmək qabiliyyətidir. Yəni o insan artıq onda o qabiliyyət var ki, bu dini qəbul etsin, amma qəbul edə də bilər, etməyə də bilər. Yəni bu yanlış anlayışdır. Əslində, yəni o qabiliyyət yox, o birbaşa İslam dini üzərə, o fitrət olaraq İslam dini üzərə insan doğulur. Onda o hər bir insanda o fitrət olur, fitrət olur. Sadəcə qabiliyyət deyil istər. Yoxsa çünki Yahudi dini ilə Xristian dini, İslam dini arasında heç bir fərq yoxdur. O dinləri də qəbul etmək qabiliyyəti var insanda. Kim istəyir onu qəbul edir, kim istəyir o birisini qəbul edir. Yəni bu qabiliyyətdən söhbət getmir. Qabiliyyət yəni qəbul etmək qabiliyyəti. Bu ümumiyyətlə İslam dinindən söhbət gedir ki, İslam fitrəti üzərə deyildikdə, yəni İslam dini üzərə yaradılmışdır. Bəziləri də izah edir, başqa yanlış anlayış. Bəziləri də izah edir ki, fitrəti üzərə yaradılmışdır. Demək odur ki, yəni Allahın təqdir etdiyinə uyğun. Bu da yəni düzgün anlayış deyil. Çünki Allahın təqdir etdiyinə uyğun bütün məxluqat yaradılıb. Allahın təqdir etdiyinin xaricinə heç kim çıxa bilməz. Yəni təqdir nə olunubsa, Allahın təqdiri nədirsə, qədərə nə yazıbsa, hamısı insdə, cində, kafirdə, müsəlmanda nədir? Hamısı o qədərə tabidir. Ona görə fitrət deyildikdə dediyimiz kimi ancaq İslam dini nəzərdə tutulur və burada fitrət həmçinin başqa izahı var, doğru olan izahlardan yanlış deyil. Yəni hər insanda bir elmi qüvvət, güc var, elmi gücü var, bir də əməli gücü var. Daha doğrusu iradi yəni istek. Yani bir şey bilmek var, bir şeyi istemek var, irade gücü. Bilmek gücü, o da fitrətdəndir. Bilmek gücü yaradılıb nə? Allah Subhanahu Teala'nın yaradan olmasını, yəni həmən ən azından rubiyyət tövhidini, Allahın nədir? Varlığını mütləq nədir? Bu elmlə, bu elm fitri olaraq hər bir insanda var. Hər bir insanda var. Sağlam fitrətdə şübhəsiz dediyimiz kimi sonra indi o fitrət pozula bilir. O da nədir? Dediyimiz kimi Allahın tövhidini mücməl, yəni ümumi şəkildə, təfsilatı ilə deyil, ümumi şəkildə bilmək ki, Allah var, yaradan var, o təkdir, bu şəriki yoxdur. Bu, məsələn, yaratmaqda və s. Bunu fitri olaraq hər birində insanda bu elmi güc, bu elm vardır. Ondan sonra iradə gücü də, istek gücü o da nədir? Həmən o Allaha ibadət etmək, Allaha dua etmək və s. bu istek də vardır. Bu isteklər vardır. Hətta İslamdan qabaq tam cahiliyyət dövründə nədir? Bir çox insanlar var idi, siralarda keçir. Onlar fitrət dini üzərə olaraq hənif olaraq adlanırlar. Məsələn, fitrət üzərə qalmışlar. Əlini açıb Allaha dua edərlər və deyərdi ki, Allahım bəzilərindən gəlmişdi. Allahım, yəni mənim bildiyim, bacardığım budur. Bundan daha gözəl sənə ibadət etmək, bundan daha sevib razı olduğum şeyi bilsəydim onu edərdim. Yəni bildiyi o idi. Sadəcə fitrət üzərə tək Allahın, tək yaradanın olduğunu inanırdı. Tək onun ibadətə layiq olduğunu inanırdı və bildiyi kimi eləyirdi. O digər təfsilatlar ki var, istər elm cəhətdən, istər ibadət cəhətdən, o təfsilatlar artıq vəhy ilə gəlir. Vəhsiz onları bilmək mümkün deyil. Namazı necə qılmalısan, ümumiyyətlə namazını qılmalısan. Bu fitrətlə bilinən bir şey deyil, bu vəhy ilə gəlir, şəriətlə gəlir. Amma bu dediyimiz şeylər, ondan öncəki dediyimiz şeylər fitrətlə gəlir. Deməli, biz bu hədisdə ayəndə oxuduq. Yox, hədisi oxuduq. Bəli, çünki o fitrəti ilə müsəlmandır. Fitrəti ilə tövhidi iqrar edəndir. Allah Subhanahu Teala belə buyurur. Sən bu ayəni oxuduq, xəlq etdiyini oxuduq kimi fitrət budur. Allahın yaratdığını heç bir şey heç cür dəyişdirmək olmaz. Ayəni tamamlayaq.
Doğru din budur, lakin insanların çoxu bunu bilmir. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. Bu Rum suresi 30. ayet. Rum suresi. Hem sure 30'uncudur hem ayet 30. ayetdir. Bir dakika. Bizim. Ondan sonra fitretin delillerinden biri de odur ki insan zərurət halında uca Allah'a pənah aparır. Yəni dar vəziyyətə düşəndə, zərurət, çətin məcburiyyət qarşısında qalanda, çətin anlarda, zərurət anlarında nə edir insan? Allah'a pənah aparır, Allah'a sığınır, Allah'a üst tutur. Bir kədər baş verdikdə, yaxud təhlükə içində qaldıqda insan, təhlükə onu əhatə edib, qalır təhlükənin ortasında, içində Allah'a dua edər. Mütləq Allah'a dua edər. Ondan mədəd diləyər. Allah Subhanahu teala bunu öz əziz kitabında bir çox yerlərdə zikr etmiştir bu məsələni. Bir çox, tək bir yerdə yox, bir çox yerlərdə zikr etmişdir ki, bunlardan bəziləri bu oxuyacağımız ayədir. Siz, Uca Allahın bu sözü. Sizə dənizdə bir fəlakət üz verdiyi zaman, dənizdə, ondan başqa Allahdan tapındıqlarınız, yəni ibadət etdikləriniz sizdən uzaqlaşar. Ondan başqa, yəni bir fəlakət üz verdikdə dənizdə nə olur? Allahdan başqa bütün tapındıqlarınız, ibadət etdikləriniz sizdən uzaqlaşar, yox olub gedər. O sizi xilas edib quruya çıxartdıqda isə Allah Subhanahu taala üz döndərirsiniz. Yəni ondan sonra nə edirsiniz? İrad ortaya gəlir. Üz döndərirsiniz. Həqiqətən insan nankördür. Əl-İsra surəsi 67-ci ayə. Deməlidir, çətin anlarda həmin o müşriklər, qatı müşriklər ki, Məkkə fəthində Allah Rəsulü sallallahu aleyhi ve sellem gələndə nə deyirlər? Məkkə, Kəbənin içində və ətrafında 360 və yaxud 360-dan çox büt var idi. Yəni o cür qatı müşriklər, yəni şirkin içində böyüyüb, yəni şirkdən başqa şey görməyənlər, onlar belə çətin anlarda nə edir? Bu fitrətdən gələn bir şeydir. Çətin anlarda, zəruri anlarda mütləq hamısı yox olub gedər deyər bütlər. Onları yaddan çıxardarlar həmin müşriklər. Yalnız nə edirlər? Tək Allaha yalvararlar onları xilas eləmək üçün və s. Allah da nədir? Onları xilas edib o quruya çıxartdıqda dənizdən, yəni dedikləri su. Halbuki bəzi ayələrdə Allah Subhanahu taala nə buyurur? Yəni bir neçə dəlillər gətirir ki, yəni bu etdiklərinin yanlış olduğuna dair. Onlardan biri də nədir? Qorxutmaq üslubu ilə. Deyir ki, məyər siz yəni Rəbbiniz sizi yenidən dənizə qaytarmasından əminsinizmi? Yəni bu səfər xilas oldunuz, xilas elədi. İndi dənizdə çətin anda yalnız Allaha ibadət elədiniz. Allah xilas elədi, yenə başladı şirk qoşmaq. Yəni ondan əminsiniz ki, Allah yenə sizi hər hansı bir məqsədə təzdən nə üçün, kimsə ticarət üçün, kimsə səyahət üçün, kimsə nə üçünsə əvvəl necə getmişdisə, Allah Subhanahu taala yenə sizi dənizə qaytarır. Artıq yenə dua etsəniz, duan nədir? Sizi xilas etməz, o batırar. Yəni bundan əminsiniz? Yox, əlbəttə heç kim əmin deyil. Ona görə nədir? Bu qatı müşriklər belə həmən bu anda neyinlərə tək Allaha ibadət edirlər. Yəni ara sıra təkrarlayacağım, yenə təkrarlayaq. Həmən o 4 qaydada İbn Abdülvahhabın rahimehullah gətirdiyi həmin o müşriklərin bugünkü, yəni öz günündəki ki, getdikcə bu pisləşir ki, bizim günümüzdə də olur. Bugünkü müşriklərin əvvəlki həmən o ayədə məsələn ən azından qəsd olunan müşriklərdən daha pis olduqlarının yəni əlamətlərinə biri nə idi? O vaxtki müşriklər çətin anda ayədən gördüyümüz kimi digər ayələrdə də ixlaslı olaraq yalnız Allaha, hətta gəmi başçısı deyərdi ki, artıq nədir? Artıq xalis dua edin. Allaha yalnız. Allahdan başqa deyil, bütün ibadət etdikləriniz bütlər sizi xilas edə bilməz. Bunu deyən müşrik idi. Müsəlman yox, müşrik bunu deyən. Bütün müşriklər də bunu bilirdi və buna əməl edirdi. Quruya çıxandan sonra yenə, yəni çətin anlarda ixlas var idi, çətin anlarda. Yəni rahatçılıqda isə yox, şirk qoşardı. Bugünkü müşriklər isə çətin anlarda da Allahdan başqa hər kəsi çağırırlar. Allahdan başqa hər kəsi çağırırlar. Hətta o vaxtki müşriklər Allahla yanaşı başqalarına ibadət edir. Yəni həm Allaha ibadət edirlər, həm o birisilərinə, həm Allaha qurban kəsər. Bugünkü müşriklər bəziləri
bir çoxları, hamısı olmasa da ümumiyyətlə heç Allaha ibadət eləmir. Ancaq elə Allahdan başqasına ibadət edir. Ümumiyyətlə Allaha qurban kəsmir. Elə ancaq Allahdan başqasına qurban kəsir. Ona görə yəni ən azı 6 yoxsa 8 xatırlamıram. O 4 qaydada yox, digər kitablarda da yəni bu cür bugünkü müşriklərin əvvəlki müşriklərdən də pis, əvvəlki müşriklərdən də müşrik olduğuna dair yəni bu cür bir çox fərqli yəni əlamətlər var. Dəlillər ki, onlar onlardan daha pisdirlər şirkdə. Sonra deməli biz İsra surəsi 67 nankorluq. Və siz ki, o nankorluqdur. Yəni nankorluqdur. Həmçinin Uca Allah bu sözü, Uca Allahın bu sözü dəlildir bu məsələyə ki, bu barədə Allah Subhanahu taala buyurub ki, onlar gəmiyə mindikləri, həmin müşriklər gəmiyə mindikləri zaman dini, həmin az öncə dediyimiz həmin bu ayədir. Dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Yəni ixlaslı şəkildə. Dini yalnız Allaha məxsus edərək ona, yəni Allaha yalvarırlar. Allah onları xilas edib buraya çıxaran kimi yenə də ona şərik, yenə də şirklərinə qayıdırlar. Ənkəbut surəsi bu 65-ci ayə. Bu biri səhifəyə keçmədən baxaq, əsas vacib deyəcəyimiz nələr yoxsa. Yani burada şeyhlerimizin biri çok güzel bir qeyd, bu səhv etmirəmsə Əbu Zeyd Mekki'nin izahıdır, qeydi. Yani bu Allah'ın varlığına inanmak, varlığını kabul etmek, ikrar etmek, yani fitri şey olduğu için, fitri bir şey olduğu için her bir insan bunu kabul edir, hatta müşrikler böyle vesaire. Buna göre de hatta İslam'a girmek için, kurtulmak için vesaire, yani bu Allah'ın varlığını idrar etmeyi belə bu şərtlərdə yoktur. Çünkü bu fitri bir şeydir. Herkesin kabul ettiği bir şeydir. Ona göre bunu şart olarak kabul olur. Şart ne olur? Kelime-i şehadet. Allah'ın yalnız Allah'ın ibadete layık hak mebud olduğuna dair ve Muhammed'in sallallahu aleyhi ve sellem onun elçisi olduğuna dair. Yani bu esas tələb olunurdu. Nedir? En birinci bu tələb olunurdu. Yoksa Allah vardır. Bu idrar tələb olunmur. Niye? Çünkü bu fitri bir şey. Dediğimiz gibi ayelerde rububiyet tövhidine dair Allah subhanahu teala her hansı bir misal getirirse müşriklerin kabul ettiği için getirir ki onların kabul ettiği esasında qəbul etmədiyi Allahın uluhiyyətdə də təkliyini qəbul etdirmək üçün. Yəni Rəbb odursa, deməli tək haqq ilah da o olmalıdır. Ümumiyyətlə Allahın varlığını inkar edən belə toplu şəkildə demək olar ki, heç vaxt belə bir ümmət, belə bir böyük bir toplum olmamışdı. İndi o komünistlər, ateistlər həqiqi şəkildə. Onların çoxsu, yəni biz də o dövrü yaşadıq, gördük. Onların çoxsu Allahın varlığına inanırdı. Sadəcə kimsə partiyada olmaq üçün, kimsə işə düzəlmək üçün, kimsə nə bilim dərsə cavab vermək üçün, kimsə o dərsi demək üçün, müəllim olmaq üçün və s. ağızda deyirlər. Hətta bəzi müəllimlər açıq-aşkar deyirlər, bu budur, dərs olaraq keçir. Əslində belə deyil, belədir. Allah var və s. Hətta o vaxt Allah qorusun nədir? Allahın sözünü, peyğəmbərlərin sözü, məsələn, İslam və cəmiyyət dediyimiz indi Azərbaycanca ilə keçirəm, o rusca başqa. Orada keçəndə məsələn nədir? Onları kiçik hərflə görənlər görüb, o yaxud da dövrün kitablarını oxuyanlar həmişə Allahın adını belə kiçik hərflə yazarlar. Amma o müəllimlər, baxmayaraq o dərs deyənlər müəllimlər idi. Məsələn, deyirlər, böyük hərflə yazın, altından xətt çəkin və s. Yəni, deməyim o da həqiqi şəkildə Allahın varlığını inkar edən insanlar çox nadirdir. Böyle ümumiyyətlə din olarak toplum şəkildə belə bir şey olmuyor. Çox nadirdir. Firon kimi və s. O da təkəbbürlükdən Nəhl surəsində keçdiyi kimi. Firon və qövmü biz o ayanı yəni bir neçə dərs keçən ya ondan önceki dərsdə qeyd eləmişdik. Yalnız da təkəbbürlük göstərərək, zülm və düşmənçilik göstərərək qəlbləri yəqin ola inkar edirlər. Cuhud həmən dediyimiz küfrü. Qəlbləri yəqin ola. Amma həqiqi şəkildə Allah'ın varlığını inkar etmek çok tek tük nadir gelinen bir şeydir. Ki indi Firavun'a da geleceği meselede.
Dediğimiz gibi inkar edenler de o teknik varlıklar da çok az olanlar da onlar da çoxu nədir? Həmin o inatkarlıqdan, təkəbbürlükdən və yaxud digər səbəblərdən. Yəni qənaət bu qənaətdə deyirlər yəni bunlar. Bu nəticəyə gəliblər deyə deyil, yəni sadəcə müəyyən başqa digər səbəbə görə. Sonra biz qaldıq deməli Ənkəbut surəsi 65. İndi bax bu fitrət dəlilidir. Həmin az öncə dediklərimiz bu fitrət dəlilidir. Yəni fitri dəlillərdir. İnsan hər bir insan məxluqun fitrəti bu üzrədir. Və o elə güclüdür ki, bu fitri dəlillə çox güclü dəlildir. Bu fitri dəlil elə güclüdür ki, heç kim onu dəf edə bilməz. Yəni istəməsə belə məcburiyyətdə, zəruriyyətdə həmən nə dediyimiz həmən üzünü tutur göyə, həmən Allaha yalvarır. Hə? Bu səbəbdən insan müsibətlərdə və hüzn kədərlərdə özündən asılı olmayaraq, zəruri şəkildə, zəruri olaraq, yəni özündən asılı olmadan özünü Allaha üz tutmuş görər. Özü görər ki, həmən bu çətin anlarda nə edir? Allaha üz tutur. Allaha üz tutur. Özündən asılı deyil. Halbuki yəni biz görmüşük də onu, yaşamışıq da bu, yəni baxmayaraq özünə ateist deyir, dinsiz, bəzilərinin hətta mübahisə eləyir, özünə görə bir nəsə sübut eləyir, bu belədir, elədir, elədir. Amma çətin anda nə edir? Başını göyə qaldırır, əllərini də göyə qaldırır, dua edir, Allahdan istəyir. Həmən o güya ki inkar etdiyini, zahirən inkar etdiyini. Bu ona görə deyir ki, elə bir güclü dəlildir ki, bu heç onu dəf edə bilməz. Hətta imamlardan biri alimlərdən biri, e, yox əstəğfurullah xatırlamıram, alimlərdən biri ya ümumiyyətlə adi bir müsəlman Allahın yəni 7 gök səmanın üzərindən, ərşin üzərində olduğuna iman gətirən biri İmam Əl-Cüveyni rahimehullah tövbə eləyir sonra. İmam Əl-Cüveyni bir dərsdəmi, xütbədəmi həmən bu kəlam əhlinin şeyləri ilə, yəni Allah hər yerdədir və s. bu şeyləri danışa-danışa həmən insan qalxır, özü də Həmədani olur, desə Həmədandan olur. Ona görə İmam Əl-Cüveyni deyir ki, Həmədaninin sözü mənim çox xoşuma gəldi. Səhv etmirsə Həmədani, yəni buna bənzər bir şəhərdən idi o adam. Deməli, imama deyir ki, ey imam, bu şeyləri deyəndən sonra, ey imam, indi deyirsən bu şeylər gözəldir. Amma deyir, mənə bir şey izah elə. Bu nə olan şeydir ki, biz dara düşəndə, şey eləyəndə istər-istəməz deyir axı Allah göydə deyil, Allah hər yerdədir və yaxud bəziləri Allah qorusun nə sağdadır, nə solda, nə yuxarıda, nə aşağıda, yəni yoxdur demək istəyirlər. Yəni onun mənası yoxdur. Necə Şeyxülislam İbn Teymiyyə dediyi kimi, yəni bir şeyin yoxluğunu izah edəcək ən gözəl cümlə odur. Yəni bu adama deyirsən ki, tapmaca kimi bir şeydir, nə sağdadır, nə solda, nə evdədir, nə evin çölündədir, nə bu yer kürəsindədir, nə xaricindədir, nə yerin içindədir, nə. Hər kəs sənə deyər ki, yoxdur. Necə bir insan misal gətirir alimlər ki, bir insana deyirsən ki, bizim həyətdə xurma ağacı var. Ərəblər xurmadan çox misal gətirir. Bizim həyətdə xurma ağacı var. Mən də soruşuram ki, hardadır? İndi həyat bilirik də, həyatın bir şeyi var biz indi məxluq üzərindən danışırıq. Ən gözəl misallar Allaha məxsusdur. Həyat üzərindən, yəni ev var, evin həyəti var, divarı var, neyi var, quyusu mu var, neyi var, neçə qatdır ev. Adam deyir ki, nə həyətdədir, nə evin içindədir, nə hamamdadır, nə divardadır, nə divarın dibindədir, nə oradadır, nə budur. Yəni hər eşidən insan həmən ərəb ona deyir ki, yəni sənin evində xurma yoxdur. Deyir, ümumiyyətlə, sizin həyətdə deyir, xurma yoxdur. Xurma varsa hardasa olmalıdır da bu. Yəni bu xurma yoxdur sizdə. İndi bu Allah qorusun bidət əhli də o cür nə sağda, nə solda, nə yuxarıda, nə aşağıda, nə, yəni yoxdur demək istəyirlər. Sadəcə onu da deyə bilmirlər. Dolayısıyla yenə onun başqa mənası yoxdur. Mənası yoxdur. Həmən adam da, həmən o dediyimiz Həmədandan deyəsən, Həmədani İmam Əl-Cüveyni deyir ki, bu zərrəti, həmən o deyir, bizdən asılı olmayan bu zərrəti mənə izah elə. Deyir, nədir o zərrət? Deyir, çətin anda, yəni nəsə olsa, çətinliyə düşsə və s. hər hansı bir sıxıntı üzümüzü göyə tutur. Yəni Allahın bizim üstümüzdə olduğunu, yəni hər şeydən ucadan uca olduğunu bilərək üzümüzü göyə tutur. Əlimizi göyə açır. Hətta fitrəti pozulmayan, hətta özünə
Şiə deyən olsun, kim olursa olsun, ona sual verin, Allah hardadır. Uşağa belə, biz bu təcrübəni yaşamış uşaq, heç düzəmə danışa bilməyən uşaq. O da üzün göyə tutur. Allah hardadır deysən, üzün göyə tutur. Yəni bunu deyir, mənə izah edin. İmam Cüveyni minbərdən düşür, düşünür, cavab verə bilmir. Bütün o kəlam əhli uçur gedir, faydasız, sadəcə bu zərrətin qarşısında. Ona görə nədir? Çünki özü də sıxıntıya düşəndə üzün göyə tutur, dua eləyir hər kəs. Yəni neynir? Bu ona görə çox güclü bir dəlildir. Onun ardınca deyir ki, Həmədani'nin sözü mənim çox xoşuma gəldi. Mən təəccübləndirdim. Bu aslı olmayaraq nədir? Hər kəs özünü nədir? Allaha üst tutmuş görər həmin anlarda. Heç kəs də onu buna yönəltməmişdir. Heç kəs, yəni bu insana demir ki, üzvü göyə tutduğu eləyəndə Allahdan nəsə istəsə üzvə yox. Təbii olaraq özündən asılı olaraq insan bu cür Allaha üst tutur. Heç kəs də ona bunu öyrətməmişdir. Onu buna yönəltməmişdir. Bu sadəcə Allahın məxluqatı ona uyğun yaratdığı bir fitrətdir. Yəni bu sadəcə bir fitrətdir ki, ona uyğun məxluqatı yaratmışdır. İnsanlar fitrətləri ilə, həmin o dərsin başında dediyimiz ki, sonda bu cümlə gələcək, həmin cümlədir. İnsanlar fitrətləri ilə baş-başa buraxılsalar, yəni heç bir xaricdən bir təsir olmasa, amil olmasa, baş-başa buraxılsalar, Rəblərindən başqasına meyil etməzdilər. Rəblərindən başqa meyil etməzdilər. Fayda cəlb etməkdə və zərəri dəf etməkdə, həmçinin ilahiləşdirməkdə və ibadət etməkdə, qulluqda, yəni özünü ibadət etməkdə, yəni özünü Allaha qul saymaqda, itaətdə və alçalmaqda, Allah qarşısında, ona, Allah Subhanahu Teala'ya dönməklə, yəni bu cümlə biraz sonda gəldi, bu şeyləri nədir? Etməklə Rəblərindən başqasına meyil etməzdilər. Əksinə nə edirlər? Fayda cəlb etməkdə, bir zərər dəf etməkdə və s. Məsələn, Allahı ilahiləşdirməkdə, ona ibadət etməkdə, qul olmaqda, itaətdə və onun qarşısına alçalmaqda dönərək, munib inabə ilə dönərək, yalnız Allaha dönərək neyniyərlər? Rəblərindən başqasına da meyil etməzlər. Yalnız və yalnız Rəblərindən xalis qullar olardır. Burada qissə var, həmən mövzu ilə bağlı fitri dəlillərə aid hədistir. İkrimə İbn Əbu Cəhil, bildiyimiz ki, Əbu Cəhil. Və bu qissə, belə deyəm, əvvəlcədən sonda unuta bilərəm. Bu İkrimənin müsəlman olması, radiyallahu anhda, Allah Rəsulunun duasının, belə deyək, cavabıdır. Necə İbrahim Aleyhisselam dua edir, mənim zürriyyətimlə yalnız sənə ibadət edən müsəlman ümmət yarat və s. Bu cür nədir? Əlhəmdülillah, onun ümmətindən müsəlman olanlar, hətta Muhammed sallallahu aleyhi ve sellem ən xeyirli Peyğəmbər də gəldi. Sonuncu Peyğəmbərlərin möhrü olan Muhammed sallallahu aleyhi ve sellem gəlmişdi və bu cürdə Rasulullah sallallahu aleyhi ve sellem bildiyimiz ki, Məkkədə dəvətini qəbul edən etdi, sonra dəvətini qəbul edən olmurdu, bir çox zülümlər gördü, özü də sahabələri də radiyallahu anh məcməin neynədi? Taifə üz tutmuşdu. Taifə üz tutmuşdu ki, bəlkə orada yəni dəvətini qəbul edərlər və yəni bir çox yəni mövsümlərdə və s. əsas mövzumunda Taifdən dönəndə isə orada da qəbul etmədilər. Sallallahu aleyhi ve sellem'i qovdular, daşa basdılar, uşaqlara dedilər, daş eləyin. Nədir? Yolda dönəndə Cəbrail aleyhissalamla gəlir və dağların mələyi də onunla olur. Deyir ki, ya Rasul, ey Muhammed sallallahu aleyhi ve sellem, bu dağların mələyi filan kəsdir. Bəs istəsən Əxşəbeyn, yəni ki, Məkkə ətrafında olan 2 dağ. İstərsən o 2 dağı onların üzərinə çevirsin. Yəni həlak etsin onları. Rəhmət Peyğəmbəri sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, yox. Bəlkə də onların nəslindən o yalnız tək Allaha ibadət edən, yəni heç bir şey onu şərik qoşmayan bir zürriyyət olar. Yəni meydana gələr. Və İkrimə də radiyallahu anh onlardandır. Yəni həmən baxmayaraq ki, İslam'a qarşı tam öndə gedənlərdən olub, yəni sərkərdə olub və s. Neyniyən? Əbu Cəhlin o cür bu ümmətin firavunu olaraq adlandırılan Əbu Cəhlin oğlu idi. Radiyallahu anh. O neynir? Həmən onun qissəsidir ki, bu da fitrətlə qəbul etdiyi səbəblərdən biri fitrət.
Neynir? Həmin o Məkkə fəthində ki, Hicri 8-ci ildə baş vermişdi. Məkkə fəthində Rasulullah sallallahu əleyhi və səlləm bir neçə, səhv etmirəmsə 9 nəfərə əfv vermiş. Qalanlarına həmsini əfv verir. 9 nəfəri də əfv etmir. Onlardan 5-i mi, 4-ü mü qadın, digəri kişi. Tam rəqəmlər yanında deyil. Onlardan biri əfv olunmayanlardan biri də İkrimə olur. İkrimə olur. Və neynir? İkrimə qaçır Yəmənə tərəf. Yəmənə tərəf yolda ikən dəniz üzərindən gedir. Mən indi Afrika ilə indiki yəni Ərəb yarımadası şeyin arasında olan dəniz ki var, o dənizdən üzü aşağı, yəni Yəmənə doğru gedərlər. Ora doğru qaçır və gəmidə ikən düşürlər bu tufan deyirlər, yəni tufan, fırtına, fırtına tufan başqa şey, fırtınaya düşürlər. Və orada nədir? Həmin o az dərsin əvvəlində dediyimiz, orada da həm adətləri üzrə müşriklər nədir? Müşrik gəminin başçısı belə deyir, kapitanı deyir ki, artıq siz ixlasdan başqa bir şey qurtulmaz. O biri ilahları, o Allahdan başqaları sizə yardım edə bilməz. Ancaq Allahdan istəyir. Bizi buradan qurtarsın. Onda artıq indi o boyda İslam'a qarşı vuruşmaq, İslamın dəvətindən də xəbərdar idilər, ayə eşidirdilər, hədis eşidirdilər. Yəni artıq İkrimə özü rivayət edir radiyallahu anh, o da hələ müsəlman deyildi. Nə deyir? Deyir, mən onda öz-özümə fikirləşdim ki, bu, yəni buradan dedək kapitan, sizi buradan Allahdan başqa heç kim xilas edə bilməz. O şərik qoşduğunuz şeylər ki var, indi o elə demir, şərik qoşduğunuz, yəni həmin o digər ilahlar, yəni batil ilahlardan, amma digər ilahlar sizi qurtara bilməz. Allahdan başqa heç kim sizi qurtara bilməz buradan. Hə. Onda deyir, öz-özümə fikirləşdim ki, məni buradan yalnız Allah qurtara bilərsə, dənizdə. Deməli, quruda da xilas edən, qurtaran, nicat verən yalnız Allahdır. Ona görə öz-özümə söz verdim ki, yəni Allah məni buradan qurtarsa, mən gedib Muhammed sallallahu aleyhi ve sellemin əlinin içinə qoyub, yəni beyət eləyəcəm, İslam qəbul edəcəm. Və əlhamdülillah, elə də Allah onu xilas edir və zövcəsi vasitəsilə yəni aman diləyir, aman istəyir, yəni xəbər göndərir və Rasulullah sallallahu aleyhi ve sellem ona aman verir, gəlir Peyğəmbərimizə sallallahu aleyhi ve sellem beyyət edir, İslamı qəbul edir. Bu nədir? Bu da fitrətdən gələn bir şeydir. Yəni həm bu hissiyyata da bağlaya bilirsiniz bunu. Yəni gözlə gördüyü şeylər, orada ancaq Allah məsələn görür. Yəni əsas nədir? İnsan radiyallahu anh sahabə və İslamı da gözəl olur, əlhamdülillah. Çünki bir çox sahabələr nə deyirlər? İslam'a qarşı vuruşan deyirlər ki, məsələn, Abu Sufyan da onlardandır məsələn. Nədir? İki Abu Sufyan var. Muaviyyənin atası Abu Sufyan və Peyğəmbərimizin sallallahu aleyhi ve sellem əmsi olan Abu Sufyan. Yəni onlar da məsələn sahabələrin həyatı haqqında yazanı məsələn deyirlər, bu Məkkədə fəthində İslamı qəbul edib və ondan sonra qəbul edib və s. Və sonra məsələn deyirlər, İslamı da gözəl olmuşdur. İslamı da gözəl olmuşdur ki, İkrim radiyallahu anh özü də cihadda, Yəmən məsəf etmirəmsə, ya Yarmukda, bəlkə də Yarmukda qarışdıraq şeyində, döyüşündə şəhid olurlar orada. Radiyallahu anh. Ondan sonra Firon qissəsi isə onunla da bitirək, vaxtımız da tamamlanır. Firon belə, yəni bu Firon amma misal niyə aiddir? Yəni bu həm ümumiyyətlə Allahı fitrətlə dərk etmələri və üstəlik az öncə dediyimiz, yəni bu Allahın varlığını inkar etmişdisə də belə, nə etmişdi? O inadkarlıqdan, təkəbbürlükdən, nə bilim, vəzifəsi əlindən getməsin, ondan, zülmdən, ayədə keçdiyimiz zülm və nədir, düşmənçiliklə inkar etmişdir. Yoxsa bir neçə dərs bundan qabaq da dediyimiz kimi Musa aleyhissalam Quranda Allah subhanahu teala bizə xəbər verdiyi kimi açıq-aşkar onu demişdi ki, and içmişdi ki, sən nədir, bu ayələrin yalnız Rəbb tərəfindən gəldiyini yəqinliklə orada təkidlərlə yəqinliklə bilirsən. Firon da bunu inkar etməmiş. Çünki bilirdi. Və o biri ayədə dediyimiz ki, Nəhl surəsində səhv etmirəmsə, Nəml inşallah, Nəhl deyil, Nəml surəsində ki, onlar nədir? Qəlbləri buna yəqin olaraq, nədir? Sadəcə zülm və düşməncilik üzündən qəlbləri yəqin olaraq inkar etmişlər. Qəlbləri cuhud, küfr, əmən dediyimiz bilə-bilə inkar etmişlər. Yoxsa Allahın varlığına tam belə qənaət şəklində
Allahın olmamasına iman gətirməmişlər. Allahın olmasını bu cür elmli şəkildə gözlərinə görə bu cür qənaətə gəlməmişdilər ki, Allah doğrudan da yoxdur. Onların etiqadına görə yox. Sadəcə dediyimiz və bu səbəblərdən. Və Firon da nə etmişdi? Nəinki rububiyyət tövhidi, hətta uluhiyyət tövhidini qəbul etmişdir. Ölmüş, ölməzdən qabaq, boğulandan qabaq. Yəni artıq dənizdə boğulduğu zaman ayədə keçdiyi kimi artıq nədir? Mən deyir İsrail övladlarının, Bəni İsrailin, İsrail oğullarının iman gətirdiyi nədir? Rəbbə, Allaha iman gətirdim. İman gətirir. Amma nədir? Faydası olmuş. Artıq ölümlə üz-üzə öləcəyini bilən insanın tövbəsi qəbul olunmur. Ondan qabaq o ki, o artıq bilir ki, və yaxud da artıq öləcək, o qəbul olunmur. Deyəcəyimiz bu qədər. Dediyimiz kimi bu mövzu əslində burada yəni həmin o fitrətlə bağlı, bu fitri dəlillər ilə, fitrətlə bağlı dəlillər arasında çoxdur. Dediyimiz kimi dərsliyə görə, həmin o həcminə görə ən əsas, ən uyğun, ən yaxşı anlaşılan misallar, ayələr gətirilmişdir. Yoxsa bu barədə fitri dəlillər çoxdur. Hər kəs əsas nədir? Burada həm kafirlərlə bu barədə danışanda nədir? Ən çox şəriətin xaricində. Dediyimiz kimi bu, görürsünüz ki, ayələrdən getirilir. Amma onlara belə bir ayə var deyə deyil, ayənin mənasını çatdırırsan. Ayənin mənasını çatdırırsan və məsələn, iki ilah olsaydı, məsələn, yer üzündə misal gətirirlər. Məsələn, yer üzündə görürsünüz ki, bir-birini qonşu dövlətlər tutan ki, qırır. İstəyir ki, o ona tabi olsun, bu ona tabi olsun. Yəni, o nizam, intizam mümkün olan şey deyil. Bir şeydəki iki başçı varsa, istərsəməz hər başçının öz arzusu var, öz istəyi var, öz məqsədi var və s. Başçının, yəni bu mümkün olan şey deyil. Ona görə Allah Subhanahu taala özü birbaşa bu şeyə dair toxunaraq misallar gətirir ki, yer üzündə birdən çox ilah olsaydı, yer üzü fitnə fəsada bürünərdi. Yəni fitnə fəsada çevrilərdir. Bu nədir? Yer üzünün bir ilahı var. Yer üzünün, ümumiyyətlə yerin, kainatın bir Rəbbi, bir yaradanı, bir ilahı, haqq ilahı var ki, əlhamdülillah yer üzü, yəni nizam, intizama baxın, subhanallah, günəş, ay, istisi, soyuğu, yerin, suyun, hər bir şey, yəni nizam, intizamla gedir, əsrlər boyu. İnsanların düzəltdiyi nə qədər güclü bir cihazını deyim, yəni icad etdiyi Allahın izinə bir nə olursa olsun, onun da bir müddəti var. Özü əvvəlcədən müddət qoyur. Yəni düzəltməlisən, ustaya aparmalısan, nə etməlisən. Amma Allahın yaratdığında heç bir nöqsan yox, heç bir o pozuntu deyirlər, nədir? Heç bir yəni problem yoxdur, əlhamdülillah. Hamısı yerli yerində, nizam, intizamlı şəkildə hamısı yer üzündə var. Hətta buna yeri gəlmişkən onu da deyim, Abdülqadir ibn Abdüləziz Əl-Ündə fi İ'dadil Ündə kitabında ki, bunun kanalda biz onun PDF-ini qoymuşduq. Məsləhətli bəzi kitabların PDF-ini qoymuşduq. Orada həmən ayəni və deyir ki, bundan öncə bu ayənin əsasında bu cür ictihad etdiyinə dair mənim yəni belə bir məlumatım yoxdur ki, bu ayədən deyəcəyimiz istinbat edib bu cür hökm çıxarılması haqqında yoxdur. Yəni, özünün bildiyinə görə özü o cür ictihad edib ayəni mənasını bu cür izah edir. Niyə dəlil? Yəni, bu həmçinin ona dəlildir ki, yer üzünün də bir əmiri olmalıdır, bir başçısı olmalıdır. Bu dəlildir ki, çünki iki başçı olsa, yer üzü fitnə fəsada çevirilər, fitnə fəsada çevirilər. Ona görə yəni bu cür ictihad edir, həmən ayəyə əsasən ictihad edir ki, yer üzündə bir dənə yalnız əmiri, başçısı, xəlifəsi, əmiri müminin, imam-ı müslimin olmalıdır. Allah bizi eşidib faydalananlarla eləsin. Allah bizə haqqı haqq olaraq göstərsin. Ona tabi olanlarda eləsin. Batildə batil olaraq göstərsin. Ondan çəkinənlərdən isə Allah cəmi müsəlmanlara əvvəlki izzəti qaytarsın. Allah cəmi müsəlmanların hamısını tək bayraq altında, tək əmirlik başçılığı altında haqq üzrə birləşdirsin. Yəni, batil şeylər üzərində birləşməyin heç bir faydası yoxdur. Yığıldığı kimi də o cürdə dağılır. Ona görə haqq üzrə birləşdirsin. Allah Subhanahu taala çətinlikdə olan bütün müsəlmanlara yardımcı olsun. Əsirlikdə, həbsdə olan müsəlman bacı qardaşları yaxın bir zamanda azadlığa qovuştursun.
آمين. وأقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين. سبحانك اللهم وبحمدك، أشهد أن لا إله إلا أنت، أستغفرك وأتوب إليك. اللهم صل وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين. السلام عليكم ورحمة الله وبركاته.